Tamam, bugünkü mövzumuz Azərbaycanın relyefi. Azərbaycan ümumiyyətlə Şərqi Avropa və Ərəbistan tavalarının toqquşma zonasında yerləşir və sahəsi bilirik ki, nə qədərdir? 86,6 min kvadrat kilometr. Azərbaycanın ucqar nöqtələrini öyrənək. Şimaldan Qutondağ, cənubdan Astara çayı, şərqdən Abşeron yarımadası götürürük. Əgər bizə qurudan desə, Şah dilini götürürük. Sudan desə, neft daşlarını götürürük. Qərbdən isə Sədərək və yaxud da Candar gölü götürə bilərik. İndi şimaldan, cənubdan, şərqdən, qərbdən və s. sərhədlərini öyrənək. Əvvəlcə Azərbaycan şimaldan Rusiya ilə sərhəddir və 391 kilometrdir sərhəd. Baxırıq. Samur çayı, Sudur silsiləsi, Baş-Qafqaz silsiləsi və burada yerləşir Qutondağ. Keçdik. Şimal-qərbdən isə Gürcüstanla sərhəddir və bu sərhəd 471 kilometr uzunluqdadır. Buradan başlayır Mazımçay, Qanıqçay, daha sonra Qabırlı, burada Acınuhur, Ceyrançöl düzləri də var. Daha sonra Qarayazı düzü, Candar gölü də görə bilərik. Çoban dağı da unutmayaq. Demək, şimal-qərbdən də oldu Gürcüstanla 471 kilometr. Qərbdən isə Ermənistanla sərhəddir və 1007 kilometr sərhədimiz mövcuddur. Və şimaldan başlayırıq. Murğuz silsiləsi, Şahdağ silsiləsi, Şərqi Göyçə, Qarabağ vulkanik yaylası, fikir veririk. Qarabağ silsiləsi demir. Qarabağ silsiləsi bu tərəfdədir, yəni sərhəddə yerləşmir. Amma Qarabağ vulkanik yaylası Ermənistanla sərhəddədir. Daha sonra Yazı yaylası, Zəngəzur silsiləsi və Dərəliyə silsiləsi Ermənistanla sərhəddir. Dedik ki, 1007 kilometr. Keçdik cənubdan. Cənubdan isə İranla sərhəddir və baxırıq buradan Araz çayı gəlir, Araz çayı. Burada Mil düzü, Muğan düzü, Bolqar çay, Talış silsiləsi və Astara çay. Bu isə də İranla sərhəddir və sərhədimiz 765 kilometr. Cənub-qərbdən isə Türkiyə ilə sərhəddir. Bu isə Sədərək. Keçdik şərqdən. Şərqdən isə Azərbaycan Xəzər dənizi ilə sərhəddir və bu sərhəd 825 kilometrdir. Baxaq. Başlayırıq Şollar düzü, Samur Dəvəçi, daha sonra Abşeron yarımadası. Burada Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, Şərliyə, Cənub-Şərqi Şirvan, Salyan düzü və Lənkəran ovalığı yerləşir. Keçdik Azərbaycanın relyefinə. Azərbaycan relyefinə diaqram üzrə baxaq. Deməli, 31% 200 min metrə qədər olan ərazini əhatə edir. Daha sonra fikir veririk ki, 27% 1000 metrdən çox hündür əraziləri əhatə edir. Okean səviyyəsindən aşağıda olan 0 metrə qədər 18% və ovalıqlar isə 24% təşkil edir. Burada qeyd etmişəm ki, Azərbaycanda ən yüksək zirvə Bazar düzüdür, 4466. Hündürlük amplitudu bəs nədir? Hündürlük amplitudu deyəndə bizə Azərbaycanın ən hündür nöqtəsi ilə ən alçaq hissəsi arasında fərqi tapırıq. Bilirik ki, Xəzər sahili -20-dir, okean səviyyəsindən aşağıdadır. 4466-dan -20-dən çıxıb tapırıq hündürlük amplitudu neçə olur? 4493 metr. 4493 metr. Orta yüksəklik nə qədərdir? 657 metr. Azərbaycan relyef xüsusiyyətlərinə görə ümumiyyətlə biz bölürük Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları, Kür-Araz ovalığı, Arazboyu düzənliklər və s. İndi bunlardan daha geniş danışarıq. Ümumiyyətlə Böyük Qafqaz birinci danışırıq. Taman yarımadasından başlayır, Taman yarımadasından və 1500 kilometr məsafədə şimal-qərbdən cənub-şərq istiqamətində doğru uzanır. Ümumiyyətlə, Böyük Qafqazın başlandığı zirvə Tinovrosso zirvəsidir. Bunlar dəqiq baxarıq birazdan. Və bu ərazi Tinovrossodan başlayıb sualtı tirələrlə Xəzər dənizindən keçib Türkmənistana qədər uzanır. Böyük Qafqazı biz iki yerə bölürük. Bir var Baş-Qafqaz silsiləsi, bir də var yan silsilə. Ən əsas hissəni biz deyirik Baş-Qafqaz silsiləsidir.
Bu Baş Qafqaz silsiləsi də Baba dağı qədər hündür olur, amma Baba dağdan sonra isə yavaş-yavaş hündürlüyü azalır. Daha sonra burada yan silsilə var dediyi bayaq, bir də alçaq silsilələr də var. Qovdağ silsiləsi, Niyal dağ, Ləngəbiz, Ələt-Tirəsi, Qobustan alçaq dağlığı, Abşeronun təpəli tirəlli düzənliyi də mövcuddur. Bu dağların şimal-qərbində də Qusarmaylı düzənliyi, Samur Dəvəçi, Şollar düzü yerləşir. İndi baxaq. Demək dedik ki, Böyük Qafqaz əsasən Baş Qafqaz silsiləsi və yan silsilədən ibarətdir. Və burada Niyal dağ, Ləngəbiz, Ələt-Tirəsi, Qobustan alçaq dağlığı da mövcuddur. Düzdür? Düzənliklərdən dedik ki, burada Qusarmaylı ovalığı, Samur Dəvəçi, Şollar düzü də bu ərazidə yerləşir. Bir də dedik ki, burada Tinavrossidan başlayıb gəlir, Baba dağı qədər hündür olur. Baba dağdan sonra isə yavaş-yavaş alçalır və gedir Türkmənistana qədər sualtı tirələrlə. İndi baxaq zirvələr. Bizim mütləq öyrənməli olduğumuz, qəbula düşən ən vacib zirvələr, deyilmi? Bazardüzü 4466, Zəfər 4301. Bunlar yerləşir Baş Qafqazda. Yan silsilədə isə Şahdağ 4243, Yarıdağ 4116, Şahdağ 4243 yadda saxlayaq. Keçdik Baş Qafqaz silsiləsinin davamına. Tufandağ 4191, Bazaryurt 4126, Çingiz Mustafayev 4063, Raqdan 4020. Bunlar görürük ki 4000-ə qədərdir. Daha sonra yavaş-yavaş hündürlüyü azalır. Baxın, buraya qədər 3900-ə qədər daxil, buraya qədər bunlarda qar xətti keçir. Çünki Azərbaycanda qar xətti 3900 metrdən keçir. Amma aşağıda olan dağlar alçaq olduğuna görə bunlarda qar xətti yoxdur. Məsələn, Heydər zirvəsi 3755, Baba dağ 3629, Salavat aşırımı 2915, Dübrar 2205. Belə. Kiçik Qafqaz, Böyük Qafqaza nisbətən daha az parçalanmışdı. Bunu yadda saxlayırıq ki, bu testlərdə düşür. Məsələn, yazılır ki, Böyük Qafqaz daha az parçalanıb. Amma bu fikir səhvdir. Baxırıq ki, Kiçik Qafqaz nisbətən Böyük Qafqaza daha az parçalanıb. Böyük Qafqaz daha çox parçalanıb. Keçirik indi bunun silsilələrini. Burada Şahdağ silsiləsi, Murovdağ silsiləsi, Şərqi Göyçə silsiləsi, Qarabağ silsiləsi var, Zəngəzur, Dərəliyəz silsiləsi var. İndi nəyə baxırıq? Bizdən soruşur ki, Ermənistanla sərhəddə olan silsilələr. Məsələn, indi baxırıq, bizdə 100% testdə Qarabağ silsiləsində yazacaq. Amma biz baxırıq ki, Qarabağ silsiləsi sərhəddə düşmür. Qarabağ vulkanik yaylası düşür burada. Ona görə variantda Qarabağ silsiləsi görəndə çıxırıq, çünki sərhəddə deyil. Daha sonra yazılıb baxaq, burada zirvələr haqqında məlumat verib. Nədən danışırıq? Şahdağ silsiləsində var Qaraxac, Qocadağ zirvələri. Murovdağın zirvəsi əsasən ən vacib bilməli olduğumuz hündür zirvə Qamışdağdır, 3724 metr. Bundan başqa Böyük İnaldağ, Qoşqar, Kəpəz zirvələri də mövcuddur. Daha yaxşı baxaq. Daha sonra Qarabağ silsiləsinə baxaq. Qarabağ silsiləsində isə Böyük Kirs, Kiçik Kirs, Qırxqıl ziyarət zirvələri var. Amma bizim ən mühüm bilməli olduğumuz Böyük Kirs zirvəsində baxaq. Böyük Kirs 2725 metrdir. Burada çoxlu çökəkliklər də var. Xocalı çökəkliyi, Umudlu çökəkliyi, Qırmızı Bazar, Tuğ çökəklikləri, daha sonra Şuşa yaylası, Daşaltı kanyonu da var. Bu belə. Keçdik Qarabağ vulkanik yaylasına. Burada vulkanik suxurların yayıldığı ərazidir və burada çoxlu vulkanlar var sönmüş. Söyüdlü, Qızılboğaz, Böyük İşıqlı, Gəlinqaya, Qızılqaya, Axarbaxar, Pərçınqıl, Ayçınqıl və s. Ən hündür zirvəsi isə Dəli dağdır. Burada 3616 metr. Dəli dağ ən hündür zirvəsi. Bir də burada biz Şərqi Göyçə silsiləsindən danışdıq. Şərqi Göyçədə isə ən hündür zirvə Kəti dağdır. Zəngəzur silsiləsində Qapıcıqdır, 3904. Dərəliyəzdə isə nədir? Kükü dağ. Ona da baxaq. Ne baxırıq hündürlüklərə. Dedik ki, Zəngəzurda Qapıcıq oldu 3904. Qazangöl dağ 3829, Biçənək aşırımı 2346. Bu ikisini mütləq bilməliyik. Keçdik. Murovdağın ən hündür zirvəsi nə dedik? Qamışdağ 3724.
Hinaldağ 3367, Ömər aşırımı 3261. Bunu mütləq bilməliyik. Testdə bizə verir aşırımlar, ardıcılığa düzün. Biçənək, Ömər, bir də Salavat aşırımı. Onu da bayaq Böyük Qafqazda dedik. Keçdik. Kəpəz dağı 3066, Dəli dağ 3616, Böyük Işıqlı 3550, Qızılboğaz 3581, Böyük Kirs 2725, Küküdağ 3120. Küküdağ bayaq dedik, Dərəlyəzin zirvəsi idi, düzdür? Qarabağ vulkanik ərazisində olan dağlar da vulkanik mənşəli dağ idi. Bir də yenə yazımızı salırıq, burada yazmışam. Azərbaycanda qar xətti 3900-dür. Kiçik Qafqazda yeganə dağ Qapıcıqdır ki, buradan qar xətti keçib. Çünki 3904, 3900-ü keçib. Keçdik Talış dağlarına. Talış dağları Respublikamızın cənubunda yerləşən dağlardır və burada bir neçə silsilə var. Talış silsiləsi, Peştəsər, Brovar, Dizdoni silsiləsi. Biz əsas nəyi bilməliyik? Talış, Peştəsər, Brovar. Bu Talış dağlarında 2 dənə zirvəsi var. Kömürgöy, bir də Qızyurdu. 2493, 2433 metr hündürlüyü var. Ən hündür zirvəsi nə oldu? Kömürgöy. Bir də burada düzənlik var. Hansı düzənlik? Lənkəran ovalığı. Demək, Kür-Araz ovalığı Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və bu ərazi fikir verirsək, qərbdən şərqə doğru get-gedə, baxın, belə genişlənir. Qərbdən şərqə doğru genişlənir. Baxaq, bu bilirik ki, Kür-Arazdan burada Kür çayı keçir və Kür çayının sol və sağ sahilləri var. Bu hissə sol sahil, bu hissə sağ sahildir. Sol sahilində 2 düzənlik var. Şirvan düzü, bir də cənub-şərqi Şirvan düzü. Burada nəsə səhv gedib, cənub-şərqi Şirvan, bir dənə Şirvan. Şirvan. Demək, 2 düz. Şirvan, cənub-şərqi Şirvan. Digərləri baxaq, Salyan, Muğan, Mil, Hərəm, İncəgən. Bunlar isə artıq hansı sahildə? Sağ sahildə yerləşir. Keçdi Azərbaycanın eksogen mənşəli relyef formaları. Bilirik ki, iri relyef formaları endogen qüvvələr yaradır. İri relyef formalarını endogen qüvvələr yaradır. Morfostruktur adlanır bunlar. Nisbətən kiçik relyef formalarınız eksogen qüvvələr yaradır və bunlardan morfosklubdur. Morfosklubdur, morfostruktur. Endogen qüvvə deyəndə yerin daxilindəki qüvvələr tektonik. Eksogen qüvvələr deyəndə xarici qüvvələr, çay, külək, buzlar və s. Bunlardan danışacaq. Deməli, relyef formaları yaranır. Və burada nə proseslər gedir? Denudasiya prosesi, suxurların dağılması, aşınması, akkumulyasiya isə suxurların toplanması. Denudasiya dedikdə biz yüksəklik, yayla, dağlıq axtarırıq. Yəni xəritədə gördüyümüz qəhvəyi hissələr, denudasyon. Akkumulyasiya dedikdə isə biz düzənliklər, yəni yaşıl hissələrə baxırıq. Eksogen qüvvələr, baxaq. Azərbaycanda dəniz dalğaları nəticəsində abrazion düzənliklər yaranır. Bu abraziya prosesi adlanır, yəni dalğanın işi. Dalğanın işi də harda olar? Əlbəttə ki, dağın başında olmayacağına görə, yəni Xəzər sahilində, Lənkəran ovalığı, Samur-Dəvəç ovalığı, Kür-Araz ovalığının Xəzər sahili hissələrində yaranır. Düzdür? Müvəqqəti axınlar. Bunlar nəticəsində yarğan, qobu, bedilent yaranır, yəni arid denudasiya mənşəli relyef. Bunlar da hardadır? Ceyrançı Acınohurda, Abşeron Qobustanda, Naxçıvan orta dağlıq ərazilərində. Əlverişsiz ərazilərdə nə olur? Yarğan, qobu, bedilent. Keçdik çaylara. Çayların nə işi var? Çaylar deməli gətirmə konusu yaradır. Ümumiyyətlə gətirmə konusu nə idi? Çay dağdan düzənliyə çıxanda özü ilə çöküntülər gətirir və burada relyef forması yaranır, olur gətirmə konusu. Ona görə gətirmə konusu necə ərazidə olmalıdır? Dağdan düzənliyə çıxan hissə. Yəni Qanıxəyli çayda, Şirvan düzündə, Gəncə Qazaxda, Qarabağ düzənliyində. Çayların bir də digər bir eroziyası nədir? Çay dərələrini yaradırlar. V şəkilli, U şəkilli kanyon varı. Baxaq, V şəkilli, U şəkilli kanyon varı. V şəkilli çay dərələri Kiçik Qafqazda olur. U şəkilli əsasən düzənlik ərazilərdə olur. Yəni U şəkilli çay dərələri düzən ərazilərdə olur, geniş olur. Kanyonvari çay dərələri isə Böyük Qafqazın şimal-şərq yamacında olur. Buzlaqların
Buzlaqların isə işi eksorasiya adlanır və karlar, sirklər, Troq dərələri, moren təpələri, moren tirələri yaranır. Bu da olur Baş Qafqazda, yan silsilədə, Zəngəzurda, Qapıcıqda. Çünki bizə buz lazımdır, buzlaq lazımdır. Buzlaq da harda olur? 3900 metr hündürdən ərazidə. İndi şəkillərinə də baxaq, yadımızda qalsın. Dedi ki, arid dendasyon relyef əlverişsiz torpaqlı ərazilərdir və bura aiddir Yarğan, Qobud, Bedlend. Yarğan nədir? Yarğan yağış və qar sularının suxurlara yuyulması nəticəsində yaranır. Baxırıq, bir dərə yaranır burada. Yağış qarın təsiri ilə. Qobu isə yarğanın son mərhələsi. Yavaş-yavaş baxırıq, dibində kollar, otlar var yavaş-yavaş. Bedlend isə ümumiyyətlə quraq ərazidə torpaqların yararsız olduğu, əkini yararsız, bitkisiz, yarım səhra bir ərazidir. Daha sonra gətirmə konusu baxaq, çöküntülər götürülüb sanki. Dağdan düzənliyə çıxanda çöküntülər götürülüb. Troq dərələri ağaq, buzlağın işi nəticəsində yaranıb. Abrozyon düzənliklər isə dediyi nə idi? Dalğanın təsirli görürük, burada dəniz var. Dalğanın təsirli yaranan relyef forması. Bir də karst mağaraları. Karst nə demək? Biz karst sözünü görəndə ağlımıza nə gəlir? Yeraltı sularının təsiri ilə. Yəni, gipsdə, dolomiddə, əhəng daşı kimi suxurlar var. Bu suxurlar yumuşaq suxurlar olduğundan, suda həll olduğundan boşluqlar yaranır və mağaralar